Salam. Bugün hamımızın ortaq dərdi olan bir mövzudan danışacağıq. Stres. Əgər özünüzü daim gərgin, yorğun və ya düşüncələr içində boğulmuş hiss edirsinizsə, tək deyilsiniz. Bu videonu izləyirsinizsə, yəqin ki, son zamanlar çiyinlərinizdə ağır bir yük hiss edirsiniz. İş yerindəki son tarix, ev qayğıları, gələcək qorxusu və ya sadəcə şəhərin səs-küyü. Stres müasir dünyanın yeni pandemiyasıdır. Amma bir saniyəlik dayanın, dərin bir nəfəs alın. Bugün sizə sadəcə özünüzü qoruyun deməyəcəyəm. Bu videoda elmin təsdiqlədiyi və tətbiqi çox asan olan 10 konkret üsuldan danışacağıq. Əgər hazırsınızsa, gəlin beynimizi və ruhumuzu biraz dincəldək. Nəfəs texnikası. Nəfəsinizi idarə edin. Stres anında ağciyərlərimiz qısa və kəsik nəfəs alır. Bu da beynə təhlükə var siqnalı göndərir. Gəlin bunu tərsinə çevirək. 4 saniyə ərzində burnunuzla nəfəs alın, 7 saniyə nəfəsinizi saxlayın və 8 saniyə ərzində ağzınızla yavaşca üfürərək buraxın. Bu metod parasimpatik sinir sistemini aktivləşdirir və bədəninizə hər şey qaydasındadır mesajını verir. Rəqəmsal detoks. Telefonunuzdakı o kiçik qırmızı bildiriş işıqları əslində bir stres bombasıdır. Hər dəfə telefon titrəyəndə bədəniniz kortizol ifraz edir. Gündə ən azı 1 saat, məsələn, yuxudan dərhal sonra və ya yatmazdan əvvəl telefonu başqa otağa qoyun. Dünyanın sizsiz 60 dəqiqə dağılmayacağına söz verirəm. Təbiətin səssiz terapiyası. Yaponiyada buna Shinrin Yoku deyirlər, yəni meşə hamamı. Təbiətdə keçirilən cəmi 20 dəqiqə stres hormonlarını 15% azaldır. Əgər meşəyə gedə bilmirsinizsə, yaxınlıqdakı parka gedin, ağaclara baxın, torpağın qoxusunu hiss edin. Beton binalar bizi sıxır, təbiət isə genişləndirir. Yazmağın gücü. Bəzən stresin səbəbi beynimizdəki düşüncələrin tıxac yaratmasıdır. Bir vərəq və qələm götürün. Sizi narahat edən hər şeyi, hətta ən gülünc görünən fikirləri belə kağıza köçürün. Düşüncələr kağıza töküləndə onlar artıq sizin daxili probleminiz deyil, sadəcə kənardan baxdığınız bir mətn olur. Maqnezium və qidalanma. Bilirsinizmi ki, stres bədəndəki maqnezium ehtiyatını sürətlə tükədir. Maqnezium çatışmayanda isə biz daha çox əsəbi oluruq. Bu bir dövrandır. Tünd şokolad, badam və qoz kimi qidalar streslə mübarizədə sizin ən yaxın dostunuzdur. Həm də şokolad yemək üçün əla bəhanədir, elə deyilmi? Musiqi və tezliklər. Musiqi birbaşa emosional mərkəzimizə təsir edir. Xüsusilə 432 Hz tezliyində olan musiqilər və ya təbiət səsləri ürək döyüntüsünü stabilləşdirir. İş görərkən fonda sözsüz, sakitləşdirici musiqilər qoymağı vərdiş halına gətirin. Yox demək azadlıqdır. Bir çoxumuzun stresi yox deyə bilməməmizdən qaynaqlanır. Hər kəsin köməyinə qaçmaq, hər işi öhdənizə götürmək sizi bitirir. Unutmayın, başqasına hə deyərkən özünüzə yox deyirsinizsə, orada stres başlayır. Sərhədlərinizi qorumaq egoistlik deyil, özünüzü qorumaqdır. 5 dəqiqəlik hərəkət. Ağır idman şərt deyil. Stres anında bədəndə yığılan enerjini çıxartmaq lazımdır. Durun, 5 dəqiqə rəqs edin, evdə var-gəl edin və ya sadəcə dartınma hərəkətlər edin. Hərəkət etmək beynə mən bu vəziyyətdən çıxa bilirəm siqnalını ötürür. Yuxu rejiminizə diqqət edin. Yuxusuz bir beyin partlamağa hazır olan barıt çəlləyi kimidir. Otağınızı tam qaranlıq edin və yatmazdan əvvəl otağı havalandırın. Serotonin və melatonin hormonları balanslı olanda sabahki problemlər gözünüzə daha kiçik görünəcək.
hər hansı bir anda ilişib qalmaq. Stres ya keçmişin peşmanlığıdır, ya da gələcəyin qorxusudur. İndi, bu saniyə olduğunuz yerdə dayanın. Oturduğunuz stulu hiss edin. Havadakı qoxunu duymağa çalışın. İndiki anda heç bir problem yoxdur. Problem ya olub bitib, ya da hələ gəlməyib. İndi isə sadəcə siz və bu an var. Dostlar, stresdən tamamilə qurtulmaq mümkün olmaya bilər. Amma onu idarə etmək bizim əlimizdədir. Bu 10 üsuldan ən azı birini bu gün tətbiq etməyə başlayın. Sizin streslə mübarizə üsulunuz nədir? Şərhlərdə paylaşın. Bəlkə sizin yazdığınız bir cümlə kiməsə ümid olar. Videonu bəyəndinizsə, like etməyi və bu kimi faydalı məzmunlar üçün kanala abunə olmağı unutmayın. Unutmayın, siz hər şeydən daha dəyərlisiniz. Özünüzə və ruhunuza yaxşı baxın. Növbəti videolarda görüşənədək.